Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirə salınmaz tədbirlər sayəsində tam söndürülüb. Fövqəladə Hallar Nazirliyinə verilən məlumata görə yanğın nəticəsində ümumi sahəsi 2000 kvadrat metr olan istixana kompleksinin inzibati binası 560 kvadrat metr sahədə yanıb. İnzibati binanın böyük hissəsi və bitişik yerləşən istixanalar yanğından mühafizə olunub. Bakıda zavodda bədbəxt hadisə olub. Hadisə Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində yerləşən Norm Sement zavodunda qeydə alınıb. Burada işləyən qəsəbə sakini 53 yaşlı Mahilə Malik qızı Pəsərəkovanın ehtiyatsızlıqdan 2 barmağı amputasiya olunub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.